Son günlər ictimai yerlərdə siqaretə görə cərimələr çoxalıb. Bəzi vətəndaşlarda bu situasiya narazılığa səbəb olub. Onlar qeyd edirlər ki, siqaretə görə hər yerdə cərimələnirlər. Bəs maraqlıdır, hansı yerlərdə siqaret çəkmək qanunla qadağandır? Qadağan olunmuş yerlərdə siqaret çəkənləri hansı cərimələr gözləyir? Mövzu ilə bağlı Oxu-Aza açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikasının tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanuna əsasən tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə təhsil və tərbiyə müəssisələri və onların əraziləri, tibb və tibbi reabilitasiya müəssisələri və onların ərazilərində, idman yarışları və digər kütləvi tədbirlərin keçirildiyi binalar və obyektlərdə, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaş obyektlərində, ticarət obyektlərində, məişət obyektlərində, sosial xidmət müəssisələrində, teatr, kinoteatr, muzey kimi mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü və yeraltı piyada keçidləri, avtobus, minik avtomobilləri, dəmir yolu və hava nəqliyyatı da daxil olmaqla nəqliyyat vasitələri, yanacaq doldurma məntəqələri və digər təhlükəli obyektlər, eləcə də çox mənzilli yaşayış binalarının ümumi istifadə olan yerində siqaret çəkmək qadağandır. Bu qadağaları pozan şəxslərə müxtəlif cərimələr tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən tütün çəkməyə görə cərimələrə gəlincə, siqaret çəkməyə görə 30 manat, tütün məmulatlarının ətraf mühitə atılmasına görə 50 manat, hava nəqliyyatında siqaret çəkməyə görə 100 manat, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, şəhər daxili, şəhərlər arası avtobuslarda və taksilərdə siqaret çəkməyə görə 40-50 manat, dəniz və çay nəqliyyatlarında siqaret çəkməyə görə 40 manat cərimə tətbiq olunur. Bundan əlavə, mülkiyyət növündən və təşkilati hüquq formasından asılı olmayaraq bu yerlərdə tütün çəkmək qadağan edildiyini göstərən lövhələrin olması da qanunla tələb edilir.